Hər il bu androloqların konfransı keçirilir də. İndi belə çıxır ki, androloqlar hələ kişilərin sualına cavab tapa bilməyiblər, deyə toplaşırlar. Yoxsa kişilər hər il təzə suallardan gəlir. Ona görə hər il keçirilir bu konfrans. Ümumiyyətlə dünya varsa kişilərin sualları bitməz, maraqları bitməz, ehtiyacları bitməz. Elm də bunları məcbur təmin eləsin. Bəli. Ona görə hər il bu konfransda daha yenilik öyrənirik və məqsədimiz də budur. Yeni nə varsa, yeni yanaşmalar, yeni çıxan dərman preparatları və qeyri-dərman preparatları, indi yeni texnologiya, süni intellekt artıq gəlir işin içinə. Ona görə illik bu konfransın keçirilməsi və bizim yenidən özümüz üzərimizdə hər kəsin gündəlik oxuma, izlənmə bəlkə şansı olmur. Hələnin bir marağı var. Ona görə bu konfransın həqiqətən keçirilməsi illik də olsa bizi güncəlləmə, türkcə desək, yeniləmək üçün çox vacibdir. Bugünkü konfransın təşkilini və qoyulan mövzuları necə qiymətləndirirsiniz? Hələ ki çox yaxşıdır. Gözlədiyimdən daha yaxşıdır. Çox maraqlıdır. Fərqli mövzulardır. Fərqli mövzu yormur insana fərqli olunca. Elbəy doktor, siz necə fikirləşdiniz? Ümumiyyətlə bu andrologiya ixtisası biraz zarafatçıl sualdır. Realist ixtisasdır, yoxsa biraz romantik? Mən sırf androloji açıqcası çox xəstə baxmıram özüm. Amma niyə baxmıram? Niyə baxmıram? Çünki androloji ixtisas sadəcə bəlkə həkimlik deyil. Bəlkə biraz psixoloq, psixoterapevt, biraz mediatik. Çünki bunlar ilk izlənimi xəstənin çox önəmlidir. Ona görə həkimlər məncə androloqlar həm də psixoloq olmalıdır, psixoterapevt olmalıdır, biraz populyar olmalıdır, mediatik olmalıdır, sosial şəbəkədə daha yaxşı tanınmalıdır ki, xəstələrdə elə ilk görüşdən bunlar müsbət şey alsınlar, enerji. Bəzən elə pasiyent olur ki, problemini qəbul eləmək əvəzinə onsuz da keçib gedər deyir. Bu sizcə testosteronun fəsadıdır, yoxsa milli mentalitetin fəsadıdır? Bizim İlham müəllimin, cəmiyyətimizin sədrinin çox qəşəng bir sözü var. Testosteron düşüklüyünü nə zaman bilməliyik, bilə bilərik, hiss eləyə bilərik. Deyir ki, əgər bir kişi həyat yoldaşının bütün dediklərinə hə deyirsə, bilin ki, onun testosteron yavaş-yavaş düşür. Əla sözdür.